Salam hörmətli izləyicilər, bugün sizlərə Xırdalan şəhərində Uğur Marketin yanında həyətinə maşın girə biləcək qədər geniş bir həyəti olan 2 mərtəbəli, 4 otaqlı, çıxarışlı, zövqlə təmir olunmuş evimizi çəkib sizlərə təqdim edirəm. Gördüyünüz kimi ev sahibi doğrudan çox səliqəli insandır. Bax, gördüyünüz kimi burada belə bir padvalı var. Padvalda artıq əşyaları yerləşdirmək üçün səliqəyə salıb daxil oluruq evə. Evimizin içi ilə sizləri tanış edim. Dediyim kimi evimiz 2 mərtəbəli, 4 otaqlıdır. Evə daxil olduqdan solda bizi qonaq otağı qarşılayır. Qonaq otağımız, gördüyünüz kimi sizlərə qonaq otağımızı təqdim edim. Qonaq otağımız kifayət qədər geniş və səliqəlidir. Qonaq otağını da sizlərə təqdim etdikdən sonra keçirik sizə mətbəx hissəsini təqdim edim. Mətbəx hissəmiz də gördüyünüz kimi kifayət qədər genişdir və mətbəx mebeli həqiqətən bahalı materiallardan istifadə olunaraq təmir edilib. Və mətbəxə daxil olduqda burada belə bir kladovka var. Gördüyünüz kimi bunu ev sahibi özü sonradan burada belə bir şərait yaradıb. Və buradan yenə də digər bir otaq əlavə olunub. Çox qəşəng, səliqəli, geniş də otaqdır. Və keçirik sizlərə birinci mərtəbədəki sanitar qovşağını təqdim etdikdən sonra çıxırıq ikinci mərtəbəyə. Gördüyünüz kimi birinci mərtəbədəki sanitar qovşağı və qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə isə bizi 3 otaq qarşılayacaq. İkinci mərtəbədə daxil oluruq birinci yataq otağına. Evimiz, bir daha təkrar edirəm, çox səliqəli, yaşanılıb və köhnə tikilidir. Yəni artıq oturuşmuş evdir. Keçirik digər ikinci mərtəbədəki ikinci yataq otağına. Burada ikinci yataq otağında balkona, eyvana çıxmaq üçün burada belə bir qapı var. Eyvanımız var. Yəni eyvanda əyləşib, çay içib, istirahətliyi eləmək üçün. Keçirik ikinci mərtəbədəki üçüncü, sonuncu yataq otağımızı sizlərə təqdim edirəm. Çalışdığım qədər sizlərə evi geniş planda təqdim edim. Təkrar edirəm, evimiz Uğur Marketin yanında 2 mərtəbəli, 4 otaqlı, zövqlə təmir olunmuş, köhnə tikili evdir və evimizin sənədi kupçadır. Yəni evimiz çıxarışlı evdir, torpağın da, evin də çıxarışı var. Evlə maraqlanmaq istəyən olsa, nömrəmiz səhifəmizdə mövcuddur. Sağ olun, salamat qalın.